Xanım, Xanoğlan müəllim haqqında nə deyə bilərsiniz? Xanoğlan müəllim hər şeydən öncə çox yaxşı insandır, yaxşı müdürdür. Hər kəsin problemi ilə, burada bütün işçilərin problemi ilə bir şəxsən özü maraqlanır. Mən belə fikirləşirəm ki, bu şəkildə insanlara diqqət göstərməyi, bu şəkildə insanlara yanaşması onun lider olaraq əsas xüsusiyyətlərindən, ən yaxşı xüsusiyyətlərindən biridir. Həmçinin bu ofisdə bizim işləməyimiz üçün hər bir şəraiti yaradıb. Bunun üçün də ona çox dərin təşəkkürümüzü bildiririk. Ümumiyyətlə, belə insan olaraq, lider olaraq, sahibkar olaraq, müdir olaraq dərin etimad göstərilən nümunəvi bir şəxsdir. Komandamızın günü-gündən artmasına baxmayaraq, xoş rəftar və xoş münasibətin hər zaman yaxşı olmasının səbəbi sizsiniz. Siz həm rəhbər, həm müəllimsiniz. Bizə verdiyiniz tövhələrə, məsləhətlərə, eniş-yoxuşlarımızda, düzümüzdə, səhvimizdə hər zaman düzgün yol göstərib. Hər zaman bizi düşündüyünüz üçün və sizi siz edən xüsusiyyətlərinizdə var olduğunuz üçün sizə təşəkkür edirəm. Bu videonu 4 il əməkdaşı olduğum şirkətimizin rəhbəri Xanoğlan müəllim üçün çəkirəm. O bizə sadəcə müdir deyil, yol göstərən, məsuliyyətli, işinə dəyər verən və mərhəmətli ailə başçısı olmaq ilə hər zaman örnək olmuşdur və olmağa davam edir. Bir çox örnək sadalamaq olar, lakin videonu çox uzun tutmaq istəmirəm. 4 il ərzində mənəvi və maddi olaraq mənə qatdığı hər şey üçün təşəkkür edirəm. Bir əməkdaş olaraq mən sizdən razıyam, Allah da sizdən razı olsun. Səmərəli iş mühitinin yaradılması, komandamıza daim dəstək olması və sonda bizə gözəl rəhbərlik elədiyinə görə təşəkkür edirəm və daim işlərində uğurlar arzu edirəm. Xanoğlan müəllimin rəhbərlik etdiyi komandada işləmək mənim üçün böyük bir təcrübə və inkişaf imkanıdır. Hər bir əməkdaşın fikrinə dəyər verməyi, bizə yeni imkanlar yaratmağı və daim motivasiya etdiyi üçün dərin təşəkkürümü bildirirəm. Tələbə olduğum halda mənə güvənib real iş mühitində təcrübə qazanmaq imkanı yaratdığı üçün xüsusilə Xanoğlan müəllimə təşəkkür edirəm. Bu mənim üçün həm motivasiya, həm də inkişaf yolunda böyük bir uğurdur. Belə bir rəhbərliklə işləmək mənim üçün böyük bir şansdır. Daim bizə dəstək və güvəndiyi üçün Xanoğlan müəllimə təşəkkür edirəm. Tələbə olduğum halda mənə təcrübə imkanı yaratdığı üçün və mənə göstərdiyi dəstək üçün Xanoğlan müəllimə təşəkkür edirəm. Xanoğlan müəllim haqqında belə bir şey deyə bilərəm ki, Xanoğlan müəllim sayəsində biz burada yalnız işləmirik, eyni zamanda birlikdə böyüyürük. Xanoğlan müəllimin hər bir əməkdaşa ayrı-ayrı dəyər verməsi, səmimi münasibəti və yaratdığı ailə atmosferi bizə böyük motivasiya verir. Komandanın hər bir əməkdaşının uğrunda Xanoğlan müəllimin payı böyükdür. Hər zaman yanımızda olduğuna görə Xanoğlan müəllimə dərin təşəkkürümü bildirirəm. Xanoğlan müəllim haqqında çox şey deyə bilərəm. Xanoğlan müəllimlə bizim iş görüşməmiz sıfırdan başlayıb, sözün əsl mənasında sıfırdan başlayıb. Çünki mənə sualı oldu ki, siz nəyi bilirsiniz? Və mən dedim ki, mən bir sıfıram. Mühasibim, M-sı belə deyiləm və bu söz Xanoğlan müəllimin simasında təbəssüm yaratdı, gülümsədi. Onu deyə bilərəm ki, Xanoğlan müəllim insanlara etibar edir və etimad göstərir. Hər bir işçisinə də eyni qaydada etibar göstərir. İndiki zamanında belə bir insanlara rast gəlmək çox çətin bir məsələdir. Xanoğlan müəllimə təşəkkür edirəm, çünki çətin anlarda anlayışla yanaşır və düzgün qərar verir. Xanoğlan müəllim haqqında onu deyə bilərəm ki, illər sonra mənə inanıb, öz sevdiyim sahədə daha da irəliyə getmək və özümü inkişaf etdirmək fürsətini mənə verdiyi üçün, iş yerində müasir yanaşmanın şəffaflığı və həmçinin rahat və ədalətli iş mühiti yaratdığı üçün ona çox təşəkkür edirəm. Və sonda onu bildirmək istəyirəm ki, hər rəhbər güclü komandanı idarə etməyi və o komandadakı birliyi qoruyub saxlamağı bacarmır, lakin Xanoğlan müəllim bunu çox gözəl bacarır. Xanoğlan müəllim haqqında nə deyə bilərəm? Əslində deyiləcək şey çoxdur. Qısa olaraq, yəni bu məsələni kökündən vurmaq lazımdır bir dəfəlik. Artıq 3 ildir ki, Xanoğlan müəllimin şirkətində qanun mühasibatlıq xidmətləri bölgədə işləyirəm. Və bu 3 ildə Xanoğlan müəllimi hər tərəfli olaraq tanımışıq da, nə mənada tanımışıq? Yəni, biz Xanoğlan müəllimi tək rəhbər olaraq yox, həm də bir dost olaraq, bir böyüyümüz olaraq tanıyırıq. Xanoğlan müəllimi hər mövzu ilə bağlı narahat edə bilirik. Məsələn, bir dərdimiz varsa, iş ilə bağlı olsun, şəxsi olsun, biz ona yaxınlaşaraq dərdimizi bölüşə bilirik də. Bunu da bu şəraiti də Xanoğlan müəllimin özü yaradıb bizə. Bunun üçün Xanoğlan müəllimə təşəkkürümüzü bildiririk. Allah razı olsun ondan.
Çox sağ olun Xəyam. Xanıqlı müəllim kimi bir rəhbərə sahib olduğumuz üçün çox şanslıyıq. Hər zaman göstərdiyi diqqət və verdiyi dəstək sayəsində həm iş prosesində, həm şəxsi inkişafımda çox şeylər öyrənirəm. Dəstəyi və rəhbərliyi üçün Xanıqlı müəllimə çox təşəkkürümü bildirirəm. Xanıqlı müəllimə göstərdiyi etimad, davamlı dəstək və peşəkar rəhbərliyinə görə, eləcə kollektiv üçün yaratdığı sağlam və səmərəli iş mühiti, anlayışlı və ədalətli yanaşması mənim inkişafıma, uğurlarıma mühüm töhfə verir. Xanıqlı müəllimlə çalışmaq böyük qürur və dəyərdir. Buna görə də Xanıqlı müəllimə təşəkkürümü bildirirəm. Artıq 3 ilə yaxındır ki, Xanıqlı bəy ilə birlikdə əməkdaşlıq eləyirik. Bu müddət ərzində Xanıqlı bəy bizim üçün həm yaxşı müdir, həm yaxşı iş yoldaşı, həm yaxşı yol yoldaşı, həm də yaxşı dost olub. Bu müddət ərzində göstərdiyi diqqət, hörmət və xüsusi qayğıya görə Xanıqlı bəy nə qədər təşəkkür etsə yazdı. Xanıqlı müəllim bir rəhbər kimi, bir insan kimi çox yaxşı insandır və işçilərinə qarşı həmişə deyə əməkdaşlarım deyə xitab eləyir və heç vaxt işçilərim deyə deməyi sevmir. Biz bu komandada işləyərək neçə uzun müddətdə artıq bu komandada işləyirəm və bir rəhbər ilə işlədiyim üçün həqiqətən mənim üçün çox xoşdur. Uğurlarının daimi olmasını istəyirəm, müştərilərinin çox olmasını istəyirəm. Ən əsaslı Allahdan can sağlığı arzu edirəm. Addım atdığım bu sahədə mənə inanıb, mənə köməklik göstərib öz komandasını aldığı üçün ona dərin təşəkkürlərimi bildirirəm. Bu şirkətdə yeni olmağıma baxmayaraq, nəinki mənə, bütün əməkdaşlara müdir kimi yox, dost kimi, yoldaş kimi hər zaman yanında olduğu üçün təşəkkürlərimi bildirirəm. Xanıqlı müəllim haqqında onu deyə bilərəm ki, iş həyatımda qarşılaşdığım ən dəyərli rəhbərlərdən biridir və işçilərinə qarşı bir işçi gözü ilə yox, insan şəxsiyyət olaraq yaxınlaşır, səmimi və dostcasına yaxınlaşır və qarşıdan gələn ildə ona, ailəsinə və sevdiklərinə ən əsas olan can sağlığı və xoşbəxtlik arzulayıram və təşəkkür edirəm. Xanıqlı müəllim bütün əməkdaşlarına xüsusi diqqət və qayğı ilə yanaşır. Bizə göstərdiyi etimada və dəstəyə görə Xanıqlı müəllimə təşəkkür edirik. Xanıqlı müəllim haqqında çox sözlər deyə bilərəm. Xanıqlı müəllim gözəl qardaşdır, gözəl müdürdür, gözəl ailə başçısıdır. Mənim üçün də belə qanun ailəsi üçün gözəl, dadlı, ləzzətli yeməklər pişirməyim üçün mənə gözəl şəraitlər yaratdığı üçün burada ona təşəkkür edirəm. Başımızın üstündə uca olsun, müdürlükdən eksik olmasın heç vaxt. Üzümüzə gələn kimi 26-cı ildə düşərli olsun, müştəriləri bol olsun. Salam Xanıqlı müəllim, mən də öz adımdan sizə təşəkkür bildirmək istəyirəm. Açığı mühasibat maliyyə sahəsində ixtisaslaşmağımda sizin böyük rolunuz olub. Əgər bugün bu sahədə özümü peşəkar hiss edirəmsə, borclu olduğum insanlardan biri də məhz sizsiniz. Praktiki biliklərimin az olduğu dövrlərdə mənə düzgün istiqamət verdiniz. Tərəddüd etmədən real iş mühitində işləməyimə mənə köməklik etdiniz. Bəlkə də bu mənim peşəkar fəaliyyətimin ən önəmli anlarından biri olub. Buna görə də sizə təşəkkürümü bildirirəm. Arzu edirəm ki, gələcək illərdə də həyatlarına müsbət mənada toxunduğunuz insanların, gənclərin sayı çox olar və bu təşviqiniz də onlar tərəfindən həmişə yüksək qiymətləndirilsin. Salam hörmətli Xanıqlı müəllim, 2026-cı il münasibətilə sizi tam ürəkdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, bol rüzü, bərəkət, yeni müştərilər arzulayıram. İnşallah 2026-cı ildə çiyin-çiyinə bir yerdə daima müsbətə doğru irəliyərik və bu il keçən illərə nisbətən bizim üçün daha düşərli, daha uğurlu olar. Bəli, artıq hər kəs cavabladığına görə indi sıra mənə gəldi, mən də cavablayım. Xanıqlı müəllim haqqında nə deyə bilərəm? Onu deyə bilərəm ki, artıq 2 ildir ki, onunla birlikdə çalışıram. Bu 2 il mənim üçün sadəcə bir iş yolu deyil, bu mənə inkişafı, inamı və dəyər görməyi öyrətdi. Əlbəttə bu müddət ərzində bəzən doğrularım, bəzən də səhv addımlarım oldu, amma ən önəmlisi də odur ki, hər dəfə öyrəndim, inkişaf etdim və təcrübə qazandım. Qanun ailəsində bir üzvü olmaq mənim üçün sadəcə əməkdaşlıq deyil, böyük bir dəyərdir. Xüsusilə də Xanıqlı müəllimə təşəkkür etmək istəyirəm ki, göstərdiyi etimada, verdiyi dəstəyə və mənə qazandırdığı baxış bucağına görə insan öyrənə-öyrənə, təcrübə qazana-qazana böyüyür və bu yolda doğru istiqamət göstərən bir rəhbərlə çalışmaq isə böyük bir motivasiyadır. Xanıqlı müəllim kimi həm yol göstərən, həm də hər zaman dəstək olan bir rəhbərlə çalışmaq isə bu böyük bir şansdır. Hər şey üçün də Xanıqlı müəllimə təşəkkür edirəm.